Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bilim Bakı Mərkəzinin 2-ci DNA proqramının 3-cü modul şənliyi keçirilib. Bilim Bakı Mərkəzinin DNA Texnologiya Laboratoriyasının elektron proqramlaşdırma və əşyaların interneti modulunun başa çatması münasibətilə gerçəkləşən tədbirdə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, Bilim Bakı Mərkəzinin rəhbəri Ahmet Köse, Türkiyənin Azərbaycandakı təhsil müşaviri Yurdagül Aydoğan, laboratoriyanın şagirdləri və onların valideynləri iştirak ediblər. Arzu edirəm ki, siz gələcəyin mühəndisləri olaraq, gələcəyin sahibkarları olaraq, gələcəyin liderləri olaraq böyük uğurlara imza atın və bu uğurlarla ölkəmizin inkişafına öz faydanızı, öz dəstəyinizi göstərin. Bugünkü layihənin konusu da akıllı evlər yapmaqdır və o akıllı evlərdə çocuklar kendi öz fikirleriyle bir layihə düzəltdilər. Akıllı evlerin teknoloji ile birleştirilmesi, burada yapılacak çalışmanın da takdimlerini yaptılar ve başarılı olan arkadaşlarımıza da burada ne yapıyoruz? Biz sertifikalarını veriyoruz. Ve 11 tane sertifikaları oluyor. Komandalar Bilim Bakı Mərkəzinin müəllimləri və mütəxəssislərdən ibarət 3 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticəyə əsasən 5-6-cı siniflər üzrə 1-ci yeri X, 2-ci yeri Smart Boys, 3-cü yeri Kuboid komandaları, 7-8-ci siniflər üzrə 1-ci yeri Neo Hive, 2-ci yeri Invectus, 3-cü yeri Smart Home qrup komandaları tutublar. Bu evi artıq bir ayda üstündə işləyirdi. Sadəcə Arduino quraşdırmaq qalmışdı. Və doğrudan da işə yaradı. İnanmırdıq ki, birinci olacağıq. Nə qədər çətin olsa da, nə qədər yorucu olsa da biz bunu cəhd elədik və başardıq. Bilim Bakı çox qəşəngdir, gəlməyinizi tövsiyə edirəm. Burada qəşəng robotlar düzəldirik, layihələr edirik. Sonda şagirdlərə elektron proqramlaşdırma və əşyaların interneti modulunu uğurla başa vurduqlarına görə sertifikatlar təqdim olunub.